8 noyabr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış şanlı zəfər günüdür. Bu gün vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna ehtiram, qazilərimizin igidliyinə minnətdarlıq, ordumuzun gücünə və xalqımızın birliyinə olan qürur günüdür. Bu əlamətdar gün münasibətilə 5 saylı yol istismarı MMC-nin rəisi, nümunəvi rəhbər, peşəsinə sədaqəti, idarəçilik mədəniyyəti, təvazökarlığı və işgüzarlığı ilə seçilən Gülağa Əliyevi səmimi qəlbdən təbrik edirik. Gülağa Əliyev uzun illərdir fəaliyyət göstərdiyi sahədə öz peşəkarlığı, təşkilatçılıq bacarığı və insanlara qarşı diqqət və qayğısı ilə tanınır. Onun rəhbərliyi altında kollektiv işinə məsuliyyətlə yanaşı, yol infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir. O, həmçinin dövlətə sədaqəti və vətən sevgisi ilə də tanınan nümunəvi vətəndaşdır. Bu şərəfli bayram günündə Gülağa Əliyevə möhkəm can sağlığı, iş fəaliyyətində uğurlar və ailə səadəti arzulayırıq. Qoy ölkəmiz həmişə sülh və rifah içində olsun. Üç rəngli bayrağımız daim göylərdə dalğalansın. Zəfər günümüz mübarək olsun.